Hər vaxtınız xeyir olsun, hər birinizi salamlayıram. Bugünkü video izahımızda Rum rəqəmlərinin yazılışı və onların onluq say sistemində olan rəqəmlərlə, ədədlərlə oxunuşuna baxacağıq. Və bu video izahda bütün qaydaları qeyd edəcəm ki, hər hansı bir çətinlik yaranmasın. Olan qaydalar və olmayan qaydalar ekranda gördüyünüz kimi qeyd etmişəm. Yəni bunları da qeyd etməyiz daha yaxşıdır ki, bundan sonraki sualları özünüz həll edəndə aydın şəkildə qaydaya baxıb bir neçə təkrar edəsiniz. Sonra isə sərbəst şəkildə artıq özünüz də ədədləri Rum rəqəmi ilə verilibsə, yəni Rum hərfləri ilə verilibsə, siz onları onluq say sistemindəki rəqəmlərlə ifadə edə və ya onluq say sistemindəki rəqəmləri, yəni o formada verilən ədədləri Rum hərfləri ilə, yəni Rum ədədləri ilə yaza bilərsiniz. Deməli, əsas qaydalarımız nələrdir? İşarələr nədir? Bir xətt 1-i göstərir, qeyd etdiyimiz kimi. V hərfi, yəni qeyd edək ki, bizim tutaq ki, V hərfimiz nəyi göstərir? 5-i göstərir. X və yaxud da bizim belə deyək ki, çap şəklində olan X hərfimiz onu göstərir. L hərfi 50-ni göstərir. Bunu da necə yadda saxlaya bilərik? Məsələn, 50-də L var. Deməli, L 50-dir. Sonra C 100-ü göstərir. D 500-ü göstərir və M neçəni göstərir? 1000-i göstərir. Qaydada qeyd etdiyimiz kimi. İkinci qaydamız nədir? Eyni işarə ən çox, deməli, 3 dəfə təkrarlana bilər. Eyni işarə ən çox neçə dəfə təkrarlanır? 3 dəfə. Məsələn, indi burada bir sual yaranır ki, məsələn, tutaq ki, biz yazmaq istəyirik, tutaq ki, 10.000 neçəsə. Məsələn, 10.465 yazmaq istəyirik. Axı biz 1000-i M hərfinə qeyd etmişik axı və 3 dəfə təkrarlana bilirsə, aşağıda nə qeyd etmişik? Eyni işarə 4 dəfə yazılmır. Yəni 4 və daha çoxu yazılmır. Ən çox, yəni qeyd etdiyim kimi, ən çox neçə dəfə təkrarlana bilər? 3 dəfə təkrarlana bilər. Bəs 10.000 necə edirik? Baxın, bunu da əlavə qeyd edim. Burada şəkildə qeyd etməmişəm. 10.000-i belə yazırıq. Məsələn, onu biz necə yazırdıq? X şəklində. Artıq üstündə xətt çəkilirsə, artıq bizə nəyi göstərir? 10.000 olmasını göstərir. Bax, bu da bizim yadımızda qalsın. Və yaxud da tutaq ki, yazmaq istəyirik, məsələn deyirəm, 4675. İndi biz bu 675 necə yazılacaq onu qeyd edəcəyik bir-bir. Amma 4000 yazmaq istəyirik. 4000-i biz M və M şəklində yazsaq düzgün olarmı? Xeyr. Çünki hər hansı bir hərf dedik ki, yəni işarə neçə dəfə təkrarlanır ən çox? 3 dəfə. 4000 necə yazılır? Adi 4-ümüzü yazırıq 4. Sadəcə üstündən xətt çəkəndə bu artıq 4000-i göstərmiş olur. Yəqin ki, bu da aydın oldu. Düzdür, testlərdə çox vaxt formada qeyd etmir. Sadəcə bütün qaydaları deyirik ki, tam aydın olmuş olsun. Davam edirik. Sonra kiçik işarə böyüyün sağında olanda toplama deməkdir. Məsələn, tutaq ki, bu 5 idi, düzdürmü? Sağında 1 varsa demək toplamadır. Yəni 5, 1. Cəmi neçə eləyir? 6. Və yaxud da tutaq ki, yazıram. Bura yazıram 1, 2. Deməli, bu 10-udur. 10. Bunlar neçədir? 1, 1, 1. Yəni toplanılır. 10 üstə 10, 20. Üstünə də 3 dənə 1 gələndə 23. Deməli, bu 23-ü bizə göstərir. Yəni kiçik işarə sağdasa toplanılır. Solda olanda isə kiçik işarə çıxılır. Yəni məsələn tutaq ki, 10-udur. Solunda 1 yazanda bax bu 10, bu 1. Solunda olduğuna görə nə olacaq? Çıxılacaq. Yəni 10 çıx 1 olacaq neçə? 9. Bunu bizə göstərir. Sonra nə deyir? Növbəti qaydaya baxırıq. 5-ci qayda. Çıxma qaydası yalnız bu cütüklərdə mümkündür. Yəni nə edə bilərik? 1 5-in və 10-un sonunda olur. Yəni 1 yadda saxlayaq. Həmin 1 onluq say sistemindən qeyd edirəm. 1, 5 və 10-un sonunda ola bilər. Sonra nə qeyd edib? 10, deməli 50-nin və 100-ün sonunda ola bilər. Bunu da 10 qeyd edək. Aha. 10, 50-nin və 100-ün sonunda ola bilər. Sonra 100 isə 500 və 1000-in sonunda olur. Baxın, burada necə yadda saxlaya bilər daha rahat olsun deyib. Hər hansı bir işarə, baxın, hər hansı bir işarə özündən sonra gələn 2 işarənin solunda yazıla bildi. Hər hansı bir işarə, baxın 1, 1-dən sonra neçə gəlirdi? Ardıcıllıq belə idi də. Deməli 1, 5, 10,
50, 100, 500 və 1000. Hər hansı bir işarə, bax məsələn 1 götür. Özündən sola, daha doğrusu sağda olan, yəni özündən sonra gələn 2 işarənin solunda yazıla bildi. Və hətta tutaq ki, baxın, götürürük onu. Özündən sola olan, deməli, özündən sonra gələn, daha doğrusu, özündən sonra gələn 2 işarənin solunda yazıla bildi. Və yaxud da götürürük C-ni. Özündən sonra gələn 2 işarənin solunda yazıla bildi. Bu yadda qaldımı? Əla. Bir də əlavə onsuz nə yadda saxlayırıq? Fikir verin, biz burada 1, 10, 100 yazdıq. 1, 10, 100. Hər dəfə 10 qatı, 10 qatı. Vur ona, vur ona, vur ona. Biz 5-i, sonra 50-ni, sonra isə nə qaldı? 500. Bunları yazmadıq. Yəni 5-lik işarələr, bax burada da qeyd etmişik. 5-lik işarə heç vaxt sola yazılmır. Yəni 5, 50, 500 ədədlərdən çıxılmır. Bu yadda qaldımı? Bu yadda qalsın. Heç vaxt çıxılmır. Çünki biz 4-ü yazanda belə yazırıq, 6-nı yazanda bu formada yazırıq. Sonra digər 50 yazırıqsa, tutaq ki, 50 L hərfindən 40 yazmaq istəyiriksə 10 çıxırıq, 60 yazmaq istəyiriksə 50, sağına 10 yazırıq və sair və ilaxır. Sonra sol tərəfdə yalnız bir kiçik işarə ola bilər. Baxın, bu nə deməkdir? Tutaq ki, məsələn, yazıram, deməli, C. Bunun sonuna özündən kiçik x, 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 yəni 10, 10, 10 yaza bilərəmmi? Xeyr. Yalnız bir dənə yazıla bilər. Bir dənəsi yazıla bilər. Yəni özündən sola, böyük ədədin özündən sola yalnız bir kiçik işarə yazıla bilər. Sonra isə kiçik işarə yalnız özündən bir pillə böyük işarənin soluna yazıla bilər. Onu da bayaq izah etdik. İndi nümunə suallara baxaq. Yəni nümunə ədədlər göstərək və ədədlər üzərində izahını verək. Göstərdiyim ədədlər onluq say sistemi ilə göstərilir. Biz indi bunları Rum rəqəmlərindən, Rum hərflərindən göstərək. Baxın, necə yazırıq birinci. Əgər Rum rəqəmlərini yazmaq istəyiriksə, Rum hərflərindən qeyd etmək istəyiriksə, ədədi onluq və təklik, yüzlük, onluq, təklik, minlik, yüzlük, onluq, təklik bu formada parçalayırıq. 84 deyilmi? Yəni bu 80 üzərinə gəlsin 4 kimidir. 80-i necə yazmalıyıq? 80-i yazanda baxın, qaydalarımıza bir-bir baxırıq. Neçə yazmalıyıq? El 50-ni yazırıq. L 50-dir. 80 olsun deyə neçə yazmalıyam? X 10-udur 60, X denək 10-udur 70, bir dənə də X oldu neçə? 80. Sağında olanı toplandı. Məsələn, indi də bir-bir göstərmədim, vaxt çox getməsin deyə. Fikirləşməyək ki, X, 8 dəfə X yazaram, 80 olar. Xeyr. Çünki bu, bayaq izah etdiyimiz qaydalara nə olmuş olar? Zidd olmuş olar. Bu oldu artıq neçə? Bu oldu deməli 50. Bizə nə lazımdır? 4. 4-ü də yazanda necə yazırdıq? Deməli, V solunda 1. Deməli, buradakı ədəd artıq oldu neçə? 84. Keçək növbətinə. 402. Baxın, 402 necə yazmalıyım? 400 üzərinə gəl neçə kimi? 2 kimi. Bərabər. İndi fikirləşərək ki, mənim C 100 deyildi. C. Yazaram formada 400 olur. Yaza bilərəmmi? Xeyr, çünki ikinci qaydamızı pozar. Eyni işarə ən çox 3 dəfə təkrarlanır. Burada isə 4 dəfədir. Ona görə nə edirik? Onda 400 daha yaxın onda nəyə olacaq? 500-ə. Yazıram onda. 500 yazmasını yazdım. Nə yazıram? D. 500-dür. 400 olması üçün nə etmək lazım? Çıxmaq lazım. Çıxanda da nə edirik? Kiçik işarə böyüyün sağında olanda toplanır. 4-cü qaydaya baxın. Kiçik işarə böyüyün solunda olanda çıxma deməkdir. Deməli 500-ün solunda kiçik yazmalıyım. 500-də neçə çıxanda 400 olur? 100 çıxanda. Yəni nə yazmalıyım burada? Bu artıq oldu 400. 2-ni də yazanda necə yazırıq? 2 ilə xətt. Bu da oldu 2. Ədədimiz oldu neçə? 402. Sonra növbətinə baxırıq. 999. 999 nəyə yaxındır? Bir dəfəlik deyək. 1000-ə yaxındır. Düzdürmü? Yazıram 1000. 1000 də M hərfinə qeyd olunur. 900 olması üçün neçə çıxmalıyam? 100 çıxmalıyam. 100 çıxmalıyamsa deməli soluna. Çünki çıxanda soluna yazırım. Soluna bir dənə 100 yazırım. 1000-dən 100-ün çıxdım. Bu oldu 900. İndi qaldı 99 yazmaq. Düzdürmü? 99-dan nəyə yaxındır? 100-ə yaxındır verilən ədədlər. Yazdım deməli C. Bu oldu 100. Düzdürmü?
99 olması için 100'dən neçəsini çıxmalıyam? 10'un. Onda bura neçə yazmalıyam? X. X'ini yazdım. Yəni artı oldu 90. 9'u da necə yazırdıq? Baxın bura qədər oldu. Deməli bunu açaq, sizə tam aydın olmuş olsun. Deməli yazırıq bunu 900 üzərinə gəl 90 üzərinə gəl 9 şəklində, düzdürmü? 9'u necə yazdıq? 1000 çıxılsın 100 kimi. 90'a necə yazırıq? 100 çıxılsın nə kimi? 10 kimi. 9'u necə yazmalıyıq? 10 çıxılsın 1 kimi. Bitdi. Apar indi hamısını yan-yana yaz. Deməli C, M, X, C, 1 və X. Yəni ədədimiz bura yerləşmədi. Yəqin ki, aydın olmuş oldu. Ədədimiz oldu artıq neçə? 999. Növbətinə baxırıq. Növbəti baxaq. Deməli ədədimiz neçədir? 2663. Yazarıq 2000 üzərinə gəl 600, bax parçalayırıq. Üzərinə gəl 60, üzərinə gəl 3 şəklində. 2000 necə yazırıq yoldaşlar? M. 1000, yəni oldu 2000. Sonra nəyə yazmalıyıq? Sonra yazmalıyıq deməli 600'ü. 600'ü yazmaq üçün nə etməliyik? Deməli 600'ü fikirləşirik ki, nə yazaq? D yazsaq, bunlar neçə? D-ni yazanda olur 500. 600 olması üçün nə etməliyik? Biz bundan üzərinə 100 gəlməliyik. Yəni sağ tərəfini yazmalıyıq ki, toplam. Bu oldu artıq 600, yəni 2600. 60'ı yazanda nə edirik? 60'ı yazanda isə 50, yəni 50 üzərinə gəlməli neçəni? 10. X oldu 50. Üstünə yazanda nə edirik? Üstünə xətt qoyuruq. Bu da bərabər olur. Deməli M, D, C, L, X, üstünə xətt. Ədədimiz oldu neçə? 2663. Növbəti ədədə baxaq. Növbəti qalan ədədimiz neçədir? 3908. Baxın, indi özü yoxlamağa çalışın, sonra izaha baxın. Deməli ədəd oldu 3908. Nə edirik? Ədədi parçalarıq. Yəni 3000, necə oxuruqsa elə 3000 üzərinə gəl 900, üzərinə gəl 8. İndi başladıq. 3000. 1000 deməli 1000-ə yaxın elə M. 3 dəfə təkrarlana bilərdi. Bəli, yazdıq. 3 dəfə oldu. 3000. 900. 900 nəyə yaxındır? 1000-ə yaxındır. Onda yazıram M. 1000-dən neçə çıxanda 900 edir? 100'ün çıxanda. Çıxmaq üçün nə etməliyik? Soluna yazmalıyıq. Solunda özündən kiçik olanda nə olurdu? Çıxılırdı. Sağda olanda isə toplam. 8. 8'i necə yazırıq? 5 və 1, 2, 3 yazdım. Və bitdi. Yəni bərabərdir. Bunları atılıb bitişik yazılanda M, C, M, V, 2 dənə xətt çək. Yəni bu ədəd, daha doğrusu 3 dənə 8 olsun. Deməli bu ədədimiz oldu neçə? 3908. İndi isə bu sualların əksinə baxaq. İndi isə verilənləri ekranda gördüyünüz kimi deməli onu say sistemində yazaq. Deməli bu tipləri necə eləyirik bəs? Əksinə edəndə. Əksinə edəndə özündən kiçiyə qədər olan hissəni ayırırıq. Baxın, özündən kiçiyə qədər olan hissə bax buradan buradır. Və bu 3 dənəsi də 1 düşmüş olur. Nə var burada? L 50 idi. Yəni 50 deməli 50 üstə gəl x, yəni 10 üstə gəl 10. Sonra nə var burada? Bax, özündən kiçiyə qədər olan hissəni 1 ayırırıq. 9 üstə gəl 9. 50 üstə 2-nə 10 deməli 70, üzərinə 9 79. Deməli ədəd 79'muş. Baxın bir daha nə edirik? Özündən kiçik hissəyə qədər olanı nə edirik? 1 ayırırıq. Baxırıq burada özündən kiçik olan hissə varmı? Xeyr. Baxın D nə idi? 500. Özündən kiçik olan hissə qədər elə yoxdur. 500 üstə gəlsin. C. Bir dəfəni yazıram da. C nəyə göstərdi? 100'ü. 3 dənə 100 bir dəfəni yazıram. 300 üstə gəl. Özündən kiçik olana qədər varmı burada? Xeyr. L 50, X 10, bu da 5. 50 üstə 10, 60 üstə 5, bir dəfəni yazıram 65. Yəni ədəd bərabər oldu. 500 o da 300. 800 o da 65. 865'e. Bitdi. Növbətinə baxaq. Baxın artıq özündən kiçik olan. Çünki solda özündən var kiçik. Ayırdım neçə hissə? 2 hissə. M nəyə göstərirdi? 1000'i. 1000 yazdım. Özündən sola kiçik olan nə olurdu hər dəfə? Çıxılırdı.
Çıxısıncı neçə idi? 100. Özündən sola olan çıxılır, sağa olan kiçik isə toplanır. Üstə gəlsin, bu neçədir? 3. Bu da bərabərdir. 1000-dən 100-ün çıxanda 900, 9 üstə 3. Deməli, ədəd oldu 903. Baxın, indi sonuncusuna baxaq. Sonuncusunda necə? Özündən kiçik olana qədər hissələr ayrılır. Deməli, burada özündən sola kiçik olan varmı? Yox. Növbəti bir nümunə göstərərək özündən solda kiçik olmuş olsun. Baxın, məsələn, M 1000 idi. Üstə gəlsin. Sağdadır, özündən sağdadır və özündən kiçikdir deyə mən toplandı. D 500 idi. Üstə gəlir 500. Üzərinə C 100 100, yəni 200. L 50-dir. Üzərinə gəlir 50. Üstə gəlsin. X 10-dur. 3 dənə X bu eləyir 30. Üstə gəl 2. 1500 üzərinə 200 gələndə 1700, üzərinə 50 gələndə 1750, üzərinə 30 gələndə 1780, bu da 2, cavabımız eləyir 1782. Başqa bir nümunələr yazaq, özündən sola olanlardan. Burada qeyd etdiyim kimi, baxın, özündən sola kiçik ədəd. Özündən sola kiçik ədədlə dedik ki, ayırıb bir işdə götürürük. D böyükdür, özündən sola C, yəni D 500-üdür, C 100-üdür. Özündən sola kiçik ədədlə bir işdə ayrıldı. X neçə idi? 10. Özündən sola kiçik ədədlə nə oldu? Ayrıldı. İndi baxın, yazırıq bir-bir. Birinci D-ni yazıram. D neçə idi? 500. Özündən sola kiçik olanda nə olurdu? Çıxılırdı. Çıx, C neçə idi? 100. Çıxılsın 100. Üstə gəlsin. X 10-udur. Özündən sola kiçik ədəd çıxılırdı. Bu isə 1-dir. Çıxılsın 1. Bu da bərabərdir. 500-dən 100-ün çıxanda 400, 400 üstə 10. 410 1-in çıxanda cavabımız olur 409. Növbətinə baxaq. Növbətində yenə də baxırıq ki, 1000 böyükdür. Özündən sola kiçik ədədini nə etdik? Ayırdıq. 10 böyükdür, özündən kiçik ədədini ayırdıq. 2 hissə ayırdıq, bəli. Deməli, ən böyük neçədir? 1000. Yazıram 1000. Özündən sola kiçik ədəd nə olur? Çıxılır. C 100-üdür. Çıx 100. Üstə gəlsin, üstə gəlsin. X 10-udur, 10. Özündən sonra kiçik ədəd nə olur? Çıxılır. Çıx 1. 1000-dən 100-ün çıxanda 900, 9 üstə 10, 910. 1-in çıxanda cavabımız etdi 909. Deməli, yoldaşlar, qaydalara baxdıq, nümunə suallara baxdıq. Sonda isə ekranda gördüyünüz Rom rəqəmi ilə verilmiş ədədi onluq say sistemi ilə, yəni bizim istifadə etdiyimiz belə deyək, rəqəmlərlə ədədin neçə olduğunu cavabda qeyd edə bilərsiniz. Hər birinizə uğurlar. Umarım ki, video izahın sizə faydası oldu. Faydası oldusa kanala abunə olaraq digər video izahlardan da daha tez xəbərdar ola bilərsiniz. Dəstək üçün isə videonu bəyənib paylaşa bilərsiniz. Hələ ki, hələlik növbəti video izahlarda görüşənədək.